Xəstəmiz Naxçıvan şəhərindən bizə pənah gətirib, ağır vəziyyətdə gəlib Naxçıvandan. Anemiya ağır dərəcədə xəstəxanaya qəbul eləmişik. Anemiyanın səbəbi uşaqlığın fibromiyoması, çox qan itirmə olubdur. Xəstəyə qan köçürülüb, plazma köçürülüb, ümumi vəziyyəti stabilləşdikdən sonra ayın 5-də əməliyyata götürmüşük. Əməliyyat çox müvəffəqiyyətlə icra olunubdur. Əməliyyat zamanında xəstəyə yenə qan köçürmüşük. Hal-hazırda vəziyyəti stabildir. Bütün hemodinamik göstəricilər normaldır. Xəstəmizi evə yazmaq üçün hazırlaşırıq. Mən gələndə çox pis vəziyyətdə idim. Yəni anemiya xəstəsi idim, qan itirmişdim. Amma sağ olsun doktoru, əlləri var olsun. İndi yaxşı hiss edirəm özümü. Çox yaxşı keçdi əməliyyatım. Qan köçürmə elədilər. Sağ olsun, indi özümü çox yaxşı hiss edirəm. İnşallah daha da yaxşı olacağam. Minnətdaram həkimimizə. Sağ olun. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.